Bu mənzilin yerləşdiyi bina şəhərimizin ən öndə gedən prestijli binalarından biridir. Mənzil də yeni təmirlidir, 2 otaqlıdır. Yeni təmir olunub, təmirdən də sonra yaşayış olunub, fərqli təzdə, fərqli üslubla təmiri var. Mən bəyəndim, inanıram ki, siz də bəyənəcəksiniz. İndi mənzildə nə var, nə yox, hər şey sizin nəzərinizə çatdıracağam. Başlayırıq giriş hissədən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə dolabımız yığılıb. Bura əşyalarınızı, paltar, ayaqqabı tam rahatlıqla yerləşdirə bilərsiniz. Yuxarı hissədə şkafdır. Döşəmə qranitli üstü döşəmə ilə təchiz olunub. Girişin bu hissəsində açarlıq var, güzgü yerləşdirilib. Bura hissələri şkafdır. Bu hissədə də güzgümüz yerləşdirilib. Otaqların yerləşməsindəyim. Bura mənzilin çamaşırxanası, sanitar qovşaq burada yerləşir. Mətbəximiz bu hissədə yataq otağı və buranı da artıq gördünüz, mənzilin qonaq otağıdır. Açıq şəkildə saxlanılıb. Bu da mənzil biraz da daha da böyük göstərir. Dediyim kimi döşəmə, isti döşəmə ilə təchiz olunub. Qonaq otağının ölçüsü yaxşıdır, genişdir. Deməli, TV, internet çıxış burada nəzərə alınıb. Aşağı hissəsi şkafdır. Qonaq otağının bu hissəsində belə bir şkaf da yığılıb. Əşyalarınızı, aksesuar yerləşdirə bilərsiniz. Bu da qonaq otağına əlavə gözəllik verər. Bu hissədən də mebel dəstinizi, masanızı yerləşdirməyə imkanınız var. Divarlarda gözəl lepka işləmələr, bura işıqlar, ümumi işıqlandırmada spot və trek işıqlardan istifadə olub. Mənzilin sənədləri də qaydasındadır, çıxarış, yəni kupçada var. Gəlin, mən sizə buradan göstərim mənzilin sanitar qovşağını. Çox geniş ölçüyə malikdir, gözəl də qranitdə seçilib, maraqlı, teksturalı. Bu hissədə duş kabinimiz yığılıb, içərisi kifayət qədər genişdir və yəni, bütün aksesuarlar var, tam hazırdır. Mənzildə tam, belə deyim, əşyaları yerləşdirib yaşamaq qalır. Buradan daxil oluruq mənzilin mətbəxinə. İlk öncə onu deyim ki, burada mənzilin eyvanına da çıxış var. İsti döşəmə burada davam etdirilib. Yeni mətbəx mebeli yığılıb 3 hissədən ibarətdir. Yuxarı hissələr də eyni ilə şkafdır. İçərisində göstərirəm, yəni ümumi olaraq dərinlikdə ideal səviyyədədir. Üst hissəsi mərmərdir. Yəni şkaf çoxdur. Əşyalarınızı rahatlıqla yerləşdirə bilərsiniz. Keçək, göstərim. Mən sizə burada bayaq qeyd etdim. Çamaşırxana, paltar yuyan üçün, qurudan üçün. Burada yer nəzərə alınıb, içərisində də şkaf yığılıb. Paltarları yerləşdirə bilərsiniz. Burada isə yerləşir mənzilin yataq otağı. Ölçüsü yaxşıdır. Yerləşməni nəzərdə çatdırırım. Burada taxtın yeri bu hissədə nəzərə alınıb, arxası da lepkalarla bəzədilib. Bura işıqlar, TV, internet çıxış burada nəzərə alınıb bu hissədə və mənzilin ikinci eyvanına da bu yataq otağından çıxış var. Belə, mən demək olaraq mənzildə nə var, nə yox, hər şeyi sizin nəzərdə çatdırdım. Keçirik məlumatlara. Yerləşir elmlərdə Renesans Palas yaşayış kompleksində 2 otaqlı mənzildir. Ölçüsü 86 kvadratdır. Sənədlər qaydasındadır, çıxarış yanında. Kupçada var. 3-cü mərtəbədə yerləşir və mənzilin start olaraq qiyməti 405.000 manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.